Salam əziz abituriyentlər, mən Elşad Həsənov. Kanalımıza xoş gəldiniz. Bugün sizə molekulyar kinetik nəzəriyyə bölməsinin ikinci hissəsini izah edəcəm. Bugünkü dərsimizdə Klaperon tənliyi, Mendeleyev-Klaperon tənliyi və yaxud da başqa bir adıyla ideal qazın hal tənliyindən danışacağım. Və bu tənliyi biləndən sonra da ideal qaz qanunları var, onlardan bəhs edəcəyik. Deməli, makroskopik parametrlər var. Qazın təzyiqi, qazın həcmi, qazın temperaturu. Bu parametrlər arasında əlaqə yaratdıqda biz ideal qazın hal tənliyi qurmuş olacaq. İdeal qazın hal tənliyi bu şəkildə ifadə edə bilərik. Deməli, qazın təzyiqi haqqında məlumatımız var ki, qazın təzyiqi P bərabərdir, N, K, T-yə bərabərdir. Əslində mən istəyirəm ki, o tənliyi çıxarılışını yazım sizə. Bəlkə kimsə unudarsa əzbərləməyi, heç olmazsa çıxarılışından tapa bilər. N burada konsentrasiyadır. Bildiyimiz kimi konsentrasiyanın ifadəsi N bölünsün V-yə bərabərdir. Bərabərdir. Daha doğrusu vurulsun KT-yə. Bu V-ni yuxarı çıxardıb T-ni aşağı düşürdükdə bu şəkildə ifadə alınır. PV böl T bərabərdir. K vurulsun N-ə. Bərabərliyin sağ tərəfində K var. K Boltzmann sabitidir. Boltzmann sabiti onsuz sabit bir kəmiyyətdir, ədədi qiymət var. N də molekulanın sayıdır, o da adətən sabit olur. Yəni, hər hansı bir yerə qaz vurmuşuqsa, orada olan qaz molekulanın sayı həmişə sabit olur. O zaman bərabərliyin sağ tərəfi konstant olacaq. Bərabərliyin sağ tərəfi konstantdırsa, o zaman sol tərəfində konstant deyə bilərik. Yəni, PV bölünsün T bərabərdir, konstant yaza bilərik. Bu tənliyə Klaperon tənliyi deyilir. Yəni, qazın təzyiqinin həcmə hasilinin temperatura nisbəti verilmiş kütləli qazdan söhbət gedir. Təbii ki, burada n bərabər konstant şərtini də qeyd etsəm yaxşı olar. Verilmiş kütləli qazın təzyiqinin həcmə hasilinin temperatura nisbəti hər zaman sabit qalır. Bu tənliyin adı Klaperon tənliyi adlanır. İndi mən burada bu ifadədən Mendeleyev-Klaperon tənliyi çıxardacağım. Baxın görüm necə çıxardırıq. Deməli, buradan yaza bilərəm. PV bərabərdir N vurulsun KT-yə. Burada N molekulanın sayıdır. Molekulanın sayı haqqında əvvəlki dərsimizdə belə bir ifadə ilə tanış olmuşduq. N bərabərdir. N bölünsün böyük M vurulsun NA şəklində bir ifadə ilə tanış olmuşduq. Həmin bu ifadəni gətirib burada yenə qoyacağım. Olacaq belə. PV bərabərdir. N bölünsün M vurulsun NA vurulsun K, vurulsun T-yə. Bərabərin sağ tərəfində NA vur K fiziki kəmiyyət var. NA vur K, NA Avogadro sabitidir, K isə Boltzmann sabitidir. Avogadro sabitinin Boltzmann sabitinə vurduğumuz zaman başqa bir sabit alırıq. Ona da deyirlər universal qaz sabiti. Universal qaz sabiti isə R hərfi ilə işarə olunur. Yəni R bərabərdir K vur NA. O zaman bizim tənliyimiz PV bərabərdir M bölünsün M vurulsun RT şəklində yaza bilərik. Və ya PV bərabərdir M böl M-in yerinə təbii ki, nü yaza bilərik. Maddə miqdarı. Nü vurulsun RT şəklində nə edə bilərik, yaza bilərik. Bu iki ifadənin ikisi də eyni ifadədir. Bu ifadələr adlanır ideal qazın hal tənliyi və ya Mendeleyev-Klaperon tənliyi. Mendeleyev-Klaperon tənliyində təbii ki, qazın təzyiqi var, makroskopik parametrlər həcmi var, temperatur var. Burada M qazın kütləsidir, böyük M qazın molyar kütləsidir, R universal qaz sabitidir, nü də təbii ki, maddə miqdarına bərabərdir. Biz bu tənliklərdən, Klaperon tənliyi, Mendeleyev-Klaperon tənliklərindən rahat şəkildə istifadə edə bilərik və məsələ həllərində də yaza bilərik. Məsəl üçün, məsələ həllində hansı düsturdan istifadə edə bilərik? Bizə qazın həcmini, temperaturunu, təzyiqini verdiyi zaman, ikinci halda qazın təzyiqinin həcmi və yaxud da temperaturunu tapmaq istəsə, təbii ki, bu düstura müraciət edə bilərik. Deməli, yaza bilərik. P1 V1 bölünsün T1 bərabərdir. P2 V2 bölünsün T2 ifadəsindən istifadə edə bilərik. Bundan əlavə, mən bu düsturda qazın sıxlığını çıxardacağım. Necə çıxardırıq? Təbii ki, yazıram. PV bərabərdir. M qazın kütləsidir. Qazın kütləsinin yerinə biz təbii ki, ρV yaza bilərik. Rho vursun V. Bölünsün böyük M vurulsun RT yaza bilərik. Buradan biz
M-ləri, V-ləri daha doğrusu ixtisar etsək, yerdə nə qalmış olar? P bərabərdir rho RT bölünsün M. Bizim də məqsədimiz burada qazın sıxlığını tapmaq idi. Qazın da sıxlığını buradan tapsaq, rho bərabərdir PM bölünsün RT tapmış olur. Bu ifadəni yuxarıda yazsam, deməli, rho bərabərdir deməli, PM bölünsün R vurulsun T şəklində yaza bilərik. Bu qazın sıxlığının təzyiq temperaturla bağlı bir ifadəsidir. Amma biz əlavə olaraq qazın təbii ki, sıxlığının başqa düsturlarını da bilirik. Məsəl üçün, qazın sıxlığının rho bərabərdir M0N deyə düsturunu da bilirik. Qazın sıxlığının rho bərabərdir M böl V düsturunu da bilirik. Deməli, bu düsturların çıxarılışını da buradan sizə göstərirəm ki, nə zamansa unutsaz, eyni şəkildə buradan tapa bilərsiniz. İndi hələlik bura mən silirəm. Mən burada sizə nə göstərəcəm? Qazın sıxlığının təzyiqdən, temperaturdan, həcmdən asılılıq qrafikləri var. Deməli, uşaqlar, bizdən soruşula bilər. Deməli, qazın sıxlığı həm təzyiqdən asılıdır, düz, həm də təzyiqdən asılı deyil. Həm də təzyiqdən asılı deyil. Qazın sıxlığı həm temperaturdan asılıdır, tərs mütənasib. Qazın sıxlığı həm də temperaturdan asılı deyil. İndi burada nə vaxt asılıdır, nə vaxt asılı deyil? Təbii ki, verilən şərtdən asılıdır. Əgər bizə desə ki, temperatur sabit olarsa, qazın sıxlığı təzyiqdən necə asılıdır? Təbii ki, düz. Hansı düstura görə? Bax, bu düstura görə. Bu düstura görə temperatur sabitsə, qazın sıxlığı təzyiqdən düz asılı görsənir. Bəs yaxşı, qazın sıxlığı təzyiqdən nə vaxt asılı deyil? Təbii ki, həcmi sabit verəndə. V bərabər konstant. Əgər həcm sabitdirsə, onda qazın sıxlığı təzyiqdən asılı deyil. Bu düstura müraciət edirik. Həcm sabitsə, rho da nədir? Sabitdir. Bunların hamısı verilmiş kütləli qazdan söhbət gedir. Yəni, verilmiş kütləli demək ki, M sabitdir. Əgər V də sabitsə, demək, rho avtomatik sabit qalır, P-dən asılı olmamış olur. İkinci, qazın təzyiqi temperaturdan tərs asılıdır. Hansı şərtdə? Təzyiq sabit olandır. T bərabər konstant. Bu arada bu sıxlıqdır, rhodur. Deməli, qazın sıxlığı temperaturdan tərs asılıdır. Nə vaxt? Təzyiq sabit olandır. Bəs qazın sıxlığı temperaturdan asılı deyil. Nə zaman? Həcm sabit olandır. Deməli, bu şərtləri mütləq şəkildə bilməniz lazımdır. Bununla bağlı mütləq şəkildə qarşınıza suallar çıxacaq. Və ən son olaraq, qazın sıxlığının təbii ki, həcmdən asılı qrafikini soruşa bilər. Nə sabit olanda? M bərabərdir konstant olanda. Qazın sıxlığı həcmdən necə asılıdır? Təbii ki, bu düstura görə tərs mütənasib asılıdır. Bax, bu bizə ideal qazın hal tənliyi, Mendeleyev-Klaperon tənliyinin ifadələri və onların qrafikləri haqqında məlumat. İndi isə ideal qaz qanunları var. İdeal qaz qanunları nədir? Deməli, makroskopik parametrlərdən birini sabit qalmaq şərti ilə digər iki makroskopik parametr arasındakı əlaqə ideal qaz qanunları olur. Yəni, makroskopik parametrlər söhbət nədən gedir? Təzyiqdən, temperaturdan və həcmdən söhbət gedir. Birinci, izotermik prosesdir. Birinci prosesin adı izotermik prosesdir. İzotermik proses. İzotermik prosesdə qanunun adı Boyle-Mariotte qanunu. Yəni, o qanunun da adını da bilsəz, daha yaxşı olar. İzotermik prosesdə verilmiş kütləli, yəni M bərabərdir konstant. İzotermik prosesdə temperatur sabit olur. Yəni, temperaturun sabit olduğu prosesə deyilər izotermik proses. İndi biz yazırıq PV böl T bərabərdir konstant ifadəsinə görə. Konstant ifadəsinə görə. Əgər temperatur sabitdirsə, o zaman P ilə V bir-birinə necə asılıdır? Təbii ki, tərs mütənasib asılıdır. Əgər temperatur sabitsə, deməli, P vur V də bərabərdir konstant olacaq. P vur V konstantdırsa, bu demək olur ki, P ilə V bir-birinə tərs mütənasib asılıdır. P ilə V bir-birinə tərs asılıdır, o deməkdir ki, P1 V1 bərabərdir P2 V2 yaza bilərik. Və yaxud da P1 böl P2 bərabərdir V2 böl V1 yaza bilərik. Yəni, bu tərs mütənasib asılılıq buradan zaten görsənən bir şeydir. Və yaxud biz bunu qrafik olaraq çəkə bilərik. Deməli, izotermik
izotermik prosesdə, yəni temperaturun sabit olduğu prosesdə təzyiq həcmdən tərs asılıdır. Bu tərs asılığı iki formada qura bilərik. Ya deyə bilərik ki, həcm artır, təzyiq azalır. Məsəl üçün, burada bu qrafikdə həcm artır, təzyiq isə azalır. Və yaxud da tərsini qura bilərik. PV-dən tərs asılı qrafikini qursaq, yenə də izotermik prosesdə T bərabərdir konstant olduğu prosesdə, burada isə tərsinə təzyiq artır, həcm azalır. Təzyiq artır, həcm isə nə edir? Azalır. Və yaxud sizdən başqa bir qrafik soruşa bilər. Məsəl üçün, deyər ki, izotermik prosesdə temperatur təzyiqdən necə asılıdır? Proses izotermik olduğu üçün avtomatik olaraq biz bilirik ki, təzyiq temperatur nədir? Sabitdir. Bu şəkildə çəkə bilərik. Və yaxud da deyə bilər ki, izotermik prosesdə həcm temperaturdan necə asılıdır? Proses izotermik olduğu üçün, izotermik prosesdə biz bilirik ki, temperatur nədir? Sabitdir. Bu şəkildə çəkə bilərik. Deməli, birinci prosesimiz nə oldu? İzotermik proses. Qanunun adı nə oldu? Boyle-Mariotte qanunu. Deməli, izotermik proses temperaturun sabit qalması şərti ilə təzyiqlə həcm arasında münasibəti göstərir. İkinci proses izobar proses deyə bilərik. İzobar proses. İzobar proses. Yəni kütlənin sabit olduğu şərtdə gedir bu proses. İzobar proses təzyiqin sabit olduğu prosesdir. Yəni P bərabərdir konstantdır. Təzyiq sabitdir. O zaman bu ifadəyə görə PV bölünsün T bərabərdir konstant ifadəsinə görə əgər təzyiq sabitdirsə, o zaman V-nin T-yə nisbəti də sabit qalacaq. V böl T də sabit qalacaq. O zaman V ilə T bir-birinə necə asıldı? Düz mütənasib asıldı. Yəni V1 böl T1 bərabərdir V2 böl T2 şəklində nə edə bilərik? Yaza bilərik. Yəni V ilə T bir-birinə tərs mütənasib asıldı. Daha doğrusu düz mütənasib asıldı. Düz mütənasib o deməkdir ki, bir artanda digəri də artacaq. Məsəl üçün, bizdən soruşa bilər. İzobar prosesdə həcm temperaturdan necə asılıdır? Təbii ki, düz mütənasib asılıdır. İkisi də nə edir? Artır. Bu düz mütənasibdir. Yəni V də artır, T də artır. Hansı prosesdə? Təbii ki, izobar prosesdə. Və yaxud da ikisi də azala bilər. İzobar prosesdə həcm temperaturdan necə asılıdır? Düz mütənasib. İkisi də nə edir? Burada azalır. Yəni P konstant olanda təzyiq də həcm də azalır, temperatur da azalır. İzobar proses təzyiqin sabit qaldığı prosesdir. Təzyiq sabit qalanda isə həcmlə temperatur bir-birinə düz asılıdır. Bizim qarşımıza belə bir qaydalar çıxa bilər. Məsəl üçün, deyər ki, izobar prosesdə təzyiq temperaturdan necə asılır? Biz prosesin izobar olduğunu eşidiriksə, izobarda P-nin sabit olduğunu görürük. İzobar prosesdə deməli, P T-dən asılı deyil şəklində yaza bilərik. Deməli, izobar proses, izotermik və izobar prosesdən danışdıq. İzobar prosesin adı Boyle-Mariotte qanunudur. İzoxor prosesin adı Gay-Lussac qanunudur. İzotermik prosesdə temperatur sabit qaldığı prosesdir. Temperatur sabit qalanda P ilə V bir-birindən tərs mütənasib asılı olur. İzobar prosesdə isə təzyiq sabitdir. Təzyiq sabit olanda da V ilə T bir-birindən düz mütənasib asılı olur. Və izobar prosesdə həcmin nisbi dəyişməsi temperatur dəyişməsi ilə düz mütənasib asılıdır. Yəni belə bir ifadə var. V çıx V0 bölünsün V0 bərabərdir alfa delta T şəklində yaza bilərik. Buradan biz V-ni tapdığımız halda V bərabərdir V0 1 plus alfa delta T-dən istifadə edə bilərik. Yəni həcmin nisbi dəyişməsi temperaturla düz mütənasib asılı olmuş olur. Davam edək. İndi isə üçüncü prosesdən danışaq. Üçüncü prosesimiz isə izoxor prosesdir. Prosesin adı izoxordur. İzoxor proses. İzoxor proses qanunun adı Charles qanunudur. Yenə burada kütlə sabitdir. M bərabərdir. Konstantdır. Kütlə sabitdirsə, izoxor proses həcmin sabit olması ilə gedən prosesdir. Həcm sabitdir. Təbii ki,
PV böl T bərabərdir konstant ifadəsindən əgər həcm sabitdirsə, onda P-nin T-yə nisbəti də sabit olacaq. P böl T də bərabərdir konstant olacaq. P-nin T-yə nisbəti sabit, o demək ki, P ilə T düz mütənasib asılıdır. Yəni, yaza bilərik P1 böl T1 bərabərdir, P2 böl T2 şəklində yaza bilərik. Bu düz mütənasib göstərir. O zaman P T-dən düz asıldırsa, qrafik olaraq biz qursaq, P-nin T-dən asılı qrafiki düz mütənasib. Ya ikisi də artırdır. Məsələn, burada bu qrafikdə P də artır, T də artır. Ya da ola bilər ikisi də azalsın. Deməli, P də azalsın, T də azalsın qrafik olaraq göstərsək. Burada P də azalır, T də azalır. Və yaxud da əlavə olaraq bizdən soruşa bilər, məsələn, izoxor prosesdə V T-dən necə asılıdır? İzoxordursa V sabitdir. Soruşa bilər, izoxor prosesdə P V-dən necə asılıdır? Söhbət izoxor prosesdən gedir. İzoxor prosesdirsə, təbii ki, V nədir? Sabit qalacaq. Və izoxor prosesdə isə təzyiqin nisbi dəyişməsi həmişə temperaturla düz mütənasib asılı olur. Yəni, P bərabərdir P0 1 üstəgəl alfa delta T şəklində ifadə yaza bilərik. Və bu da bizim üçüncü prosesimiz oldu, izoxor proses. Əziz abituriyentlər, bir-iki qayda var. Məsəl üçün, hamımız bilirik ki, bir sistemi qızdırmaq deyəndə onun temperaturunu artırırıq. Bir sistemi soyutmaq deyəndə temperaturunu azaldırıq. Bir sistemi genişləndirmək deyəndə onun həcmini artırırıq. Bir sistemi sıxdıqda isə onun həcmini nə etmiş oluruq? Azaltmış oluruq. İndi izobar genişlənmə nədir? İzobar genişlənmə yazıram. İzobar genişlənmə. İzobar bildiyimiz kimi nə sabitdir? Təbii ki, təzyiq sabitdir. P bərabərdir konstant. Təzyiq sabitdirsə, hər zaman ağlımızda və yaxud da bir dəftərin bir küncündə bu Klaperon tənliyini yazın, dursun. Zaten biraz yazandan sonra, biraz üzərində işləyəndən sonra, bir neçə də misal işləyəndən sonra adamın ağlında qalır. İzobar nə deməkdir? P sabitdir. Amma genişlənməkdir. Genişlənmək həcmin artması deməkdir. Deməli, əgər təzyiq sabitsə, həcm artırsa, avtomatik temperaturda artmağa başlayacaq. Və yaxud da deyək ki, ikinci, izobar sıxılma. İzobar sıxılma. Yenə izobar deyir. İzobar deyirsə nə sabitdir? Təbii ki, təzyiq sabitdir. P bərabərdir konstant. Əgər təzyiq sabitdirsə, sıxılma deyirsə, həcm də təbii ki, azalır. Təzyiq sabit, həcm azalanda temperatur nə edəcək? O da azalacaq. Sonra üçüncü, deyər izobar qızma. İzobar qızma. Yazıram. İzobar qızma. İzobar deyirsə yenə təzyiq sabitdir. Qızmaq nə deməkdir? Temperatur artır deməkdir. Əgər izobar prosesdə təzyiq sabit, temperatur artırsa, demək həcm də artmış olacaq. Və yaxud da əksinə deyək ki, izobar soyuma. İzobar nə deməkdir? Təzyiq sabitdir deməkdir. Soyumaq nə deməkdir? Temperatur azalır deməkdir. Təzyiq sabit, temperatur azalsa, təbii ki, həcmlə nə edəcək? Azalmış olacaq. Bugünkü dərsimiz bu qədər. Kanalımızı izləməkdə qalın. Növbəti dərslərdə çəkib sizlə paylaşacaq. Sağ olun. Wow.